Milli Teatr Günü Naxçıvan Dövlət Universitetində də qeyd olunub, tələbələrin ifasında səhnə nümunələri təqdim edilib. Ali Təhsil Ocağının Teatr və Mədəniyyətşünaslıq kafedrasının müdürü, filologiya üzrə fəlsəfə doktora dosent Gülxarə Əhmədova Milli Teatr Gününün qeyd olunmasının artıq ənənə halı aldığını vurğulayıb, müxtəlif üslubda hazırlanaraq teatr sevərlərə təqdim olunan tamaşaların bu sənətə marağın artırılmasında əhəmiyyətli rol oynadığını bildirib. Tədbirdə aktyor sənəti ixtisası tələbələrinin iştirakı ilə yazıcı dramaturq Kamal Abdullanın "Hərdən mənə mələk də deyirlər" əsəri əsasında hazırlanan eyni adlı tamaşa nümayiş etdirilib. Tamaşadan sonra rektor Elbrus İsayev çıxış edərək Əlamətlər Günü münasibətilə aktyorları təbrik edib, Muxtar Respublikada, eləcə də ölkə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə universiteti uğurla təmsil edən tələbələrin fəaliyyətini yüksək qiymətləndirib. Əlavə olunub ki, ali təhsil müəssisəsində aktyorluq sahəsi üzrə ölkənin tanınmış sənət adamları tədris prosesinə cəlb olunur ki, bu da gənc aktyorların formalaşmasına mühüm töhfə verir. Tədbirin sonunda universitetin mədəni həyatının zənginləşdirilməsinə verdiyi töhfələrə və 2025-ci il ərzində göstərdiyi səmərəli fəaliyyətinə görə İncəsənət Fakültəsinin bir qrup müəllim və tələbəsi təşəkkürnamə ilə təltif olunub. Baydəm Əliyeva, xanım Rüstəmzadə, Akşin Məhərrəmov, NTV Xəbər.